Azərbaycanda pensiya islahatları gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin tərtib etdiyi 2026-2029-cu illərə əhatə edən orta müddətli xərclər çərçivəsi sənədində əksini tapıb. Qeyd olunub ki, pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədi ilə sığorta pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək. Sənədə əsasən hazırda ölkə əhalisinin 69,7%-i əmək qabiliyyətli yaşda, yəni 15-64 yaşda, 9,1% isə 65 və daha yuxarı yaş qrupuna aiddir. Dünya göstəriciləri ilə müqayisədə hazırki vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər. Mövcud demoqrafik meyillərə əsasən 2024-cü ildə 0,6% olan əhalinin illik artım tempinin 2050-ci ilə də kifayət qədər aşağı enəcəyi gözlənilir. Eyni zamanda 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4%-ə dək azalacağı gözlənilir. Ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1% təşkil etdiyi halda bu göstəricinin 2050-ci ilin sonuna dək 18,1%-ə çatacağı gözlənilir. Əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və fondun maliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda BMT-nin proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Ona görə də Maliyyə Nazirliyi hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiya fəaliyyətinə cəlb edilməlidir ki, pensiya sisteminin uzun müddətli sabitliyi və gələcək maliyyə davamlılığı təmin olunsun.